Əsl mühasib hansı keyfiyyətlərə malik olmalıdır? Əsl mühasib dərin, nəzəri biliyi olmalıdır. Kifayət qədər təcrübəli olmalıdır. Deyərdim ki, mühasibatlıq peşəsinin xüsusiyyətlərini dərindən anlamalıdır. Qeyri-standart vəziyyətlərdən çıxış yolu tapa bilməlidir. Bu çox vacib amildir. Analitik təhlil etmə bacarığı olmalıdır. Şübhəli arqumentlərlə deyil, tutarlı faktlarla məntiqi nəticələr çıxarmağı bacarmalıdır. Savad. 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 Savadlı olmalıdır. Məsələn, dövlət dilini mükəmməl bilməlidir. Mühasib mütəmadi olaraq sənədlər hazırlayır axı. Nəinki hesablamalarda. Hətta müəyyən sözlərin yazılışında belə səhvlərə yol verməməlidir. Ünsiyyətçil olmalıdır. Ahı mühasib sahibkarlarla ünsiyyətdə olur. Komandaya uyğunlaşmalıdır. 21-ci əsrin mühasibi Nəinki mövcud proqramlarla işləməyə bacarmalı, Həm də yeni proqram təminatını tez mənimsəməlidir. Güclü olmalıdır. Çoxlu tapşırıqları yerinə yetirməyə gücü olmalıdır. Həm də bütün hesabatları vaxtı-vaxtında tərtib etməlidir. Mühasibin lazımi keyfiyyətlərindən biri də dözümlü olmasıdır. Təsəvvür edin ki, kompüter ekranı qarşısında nə qədər vaxt keçirirsən. və eyni zamanda sən yüksək nəticə nümayiş etdirməlisən. Diqqətini işinə cəlb edə bilməyən insan Mühasib ola bilməz. Bəli, diqqətli olmaq vacibdir. Bir detal konkret hesabatı kökündən dəyişə bilər. Onda da hələn dəyər bir-birinə. mühasib qanun və qaydaları bilməlidir. Qanunvericilikdə, normativ hüquqi aktlarda nəsə bir dəyişiklik olsa, mühasib onları bilib öz işinə tətbiq etməyi bacarmalıdır. Bununla bağlı müştərilərə və həmkarlara məsləhətlər verməlidir. Bütün bunların bünövrəsində dayanan Əlbəttə ki, məsuliyyətdir. Məsuliyyət. Məsuliyyət. bəli, əsl mühasib bu keyfiyyətlərə malik olmalıdır.